Çox adamın səhv elədiyi maraqlı bir sual tipinə baxırıq. Sualı Env Akademiyanın WhatsApp kanalında paylaşmışıq. İstəsəz TikTokda ana səhifədən kanalın üstünə vurub da keçid eləyə bilərsiniz və yaxud da Instagramdan rəyə nəsə bir söz kanalı filan yazsınız, orada avtomatik sizə bildiriş gələcək, link gələcək, elə də qoşula bilərsiniz. Qoşulub orada cavablandırıb sonra gəlib videonu izləyə bilərsiniz. Sual belədir. Hansı sözlərin həm kökü, həm də başlanğıc forması amonim ola bilmir? Gəlin baxaq. Buruq sözünün başlanğıc forması buruqdur da, düzdürmü? Buruq. Düzdür? Buruq həm saç buruğu, həm də neft buruğu. Bu oldu. Bəs kökü də olur. Bur deyə bir təsərrüfat aləti var. İzahlı lüğəti yazsaz görəcəksiniz. Və bir də nə isə burmaq. Deməli, həm kökü amonimdir, həm də başlanğıc forması. Göydəki sözü adamı çaşdıra bilir. Kökündəki göy, səma və rəng mənalarında işlənə bilir. Mən bunu necə işlədə bilərəm? Məsələn, göydəki bulud və yaxud göydəki vitamin, göydəki çalarlar bu formada işlədə bilərik. Amonimliyi bilirsiniz ki, başlanğıc forma ilə tapılır. Müəllim, orada şəkilçi vardı, olsun da. Qrammatik olmaz, leksik olar amonimlikdə. Sonra bu da oldu. Qaldı pullu. Pullu sözünün başlanğıc forması biri pullu balıq, digəri də pullu adam, zəngin, rich. Kökü də nədir? Kökü də yenə balığın pulu, insanın, yəni bildiyimiz, ehtiyacımız olan pul. Pulsuz sözündə də eyni şey. Pulsuz adam, pulsuz balıq. Və kökündəki pul da bundan eyni deməli vəziyyətdir. Gəlirəm biz sözünə. Biz sözü bəli amonimdir. Biri iynə bizidir, biri də şəxs əvəzliyi olan bizdir. Bəs bizlə nə olur? Bizləmək deyə bir söz var. Bizləmək. Düzdür? Amma başqa bir bizlə yoxdur. Başqa bir dənə bizləmək var. Bizləmək budur. Başqa bir başlanğıc forması bizlə olan söz yoxdur. O var, bizlə, bizlə, biz ilə, bizlə belə var. Qoşmalı əvəzi kimi var. Amma deməli başlanğıc forması bizlə olan başqa bir söz yoxdur. Yəni feildən başqa bir söz olmadığı üçün cavab olaraq bu variantı götürəcəyik. Bizim bu tip suallar üçün bizim sınaq qruplarımıza qoşula bilər. Sınaq qruplarında qoşulmaq üçün 055 597 0151 yazırsınız və bizim qruplara qoşulursunuz. Bu qədər. Sağ olun.